Həyatında doğru bir insan varsa, sənə özünü sorğulatmayacaq. Qarşımdakı insanın doğru insan olduğunu necə başa düşüm? Uzun müddətdir bu insan həyatımdadır və bilmirəm ki, mənim üçün yararlıdır. Mən bu insanla evlənəcəm yoxsa yox. Ciddi münasibət adamdır və ya deyil. Heç bunu belə bilmirəm. Və yaxud da hələ indi tanış olmuşam, amma bəzi hərəkətləri var ki, heç xoşuma gəlmir. Artıq red flag-dir. Bilmirəm, görəsən bu sonradan dəyişər, dəyişməz. Necə başa düşə bilərəm ki, bu insanı mən həyatıma alım və yaxud da bu insan artıq mənim həyatımdadır. Mən bundan davam edim yoxsa yox. Sən də bu kimi fikirlərdən, yəni münasibətində, həyatında olan insandan narahatsansa, şübhələrin varsa, bu video tam sənə görədir. Çünki bu videoda sən öyrənəcəksən nələri? Əgər mənim saydıqlarımdan ən azı 5-inə hə cavabı verirsənsə, deməli artıq münasibətinlə bağlı fikirləşmək vaxtıdır. Həyatında olan doğru insan ilk öncə nə edər, yox, nə etməz mövzusundan danışacağam. Həyatında doğru bir insan varsa, sənə özünü sorğulatmayacaq. Yəni sən onun yanında bədənindən, saçından, gözündən, maddi vəziyyətindən və yaxud da ailən barədə narahat olmayacaqsan. Həyatında həqiqətən doğru bir insan varsa, səni dayanmadan tənqid etməyəcək. Səni inkişaf elətdirə bilər. Sənə həqiqətən də inkişaf istiqamətində fikirlər verə bilər. Amma səni dəyişdirməyə çalışmayacaq. Yəni səni yontmağa çalışmayacaq. Belə geyinmə, elə oturma, belə durma, falan işlə məşğul olma, feşman insanlarla görüşmə. Bax, bunlar olmayacaq sənin həyatında. Çünki qarşındakı insan səni görəcək, sənin daxili dünyanı görəcək və sənin daxili dünyanı öz həyatına çəkəcək, olduğun kimi. Elə sən də qarşıdakı insanı. Burada maraqlı bir nüans var. Bir çox insan həyatına doğru insan gələndə artıq narahat olur. Niyə məni həddən artıq çox qısqanmır? Niyə məni artıq sərhədləmir? Niyə mənə qarışmır bu insan deyir? Və təbii ki, doğru insan sənin həyatına gələndə beləliklə sən onu itələyib toksik olan tərəfə keçmiş olursan. Mən bilirəm, bu hissəni deyəndə bir çoxunuzun üzü güldü, çünki siz də bunu etmisiniz. Dostlar, indi keçirik digər bir hissəyə. Burada qeydlərimi aparmışam. Ən maraqlı qeyd nədir? Sənin özgüvənini qırmayacaq bu insan. Özgüvənini qırmayacaq nədir? Bu nə saç deyə sən belə gəlmirsən? Və yaxud da sənin yanında başqa bir qadını və yaxud da başqa bir kişini tərifləməyəcək. Filankəsin sevgilisi və yaxud da filankəs qadın və yaxud da filankəs xanım və yaxud da filankəs kişi bax belə davranardı. Yəni səni başqası ilə müqayisə etməyəcək. Və yaxud da sən nəsə deyəndə sən də çox danışırsan, və yaxud da bir yerdə susmağı da paylaşmaq gözəl bir şeydir. Siz birlikdə susanda sən mən sıxırsan. Məsələn, bax bu cümlələr olmayacaq sizin həyatınızda. Çünki hər şey öz axışında gedəcək. Daha sonra ən maraqlı məqam. Səni ümumiyyətlə münasibətə başlayanda onunla bağlı nələrsə görmüsən və yaxud da o səndə görüb. Və münasibətə başladıqca sənin qabağına plankalar qoyur. Planka qoyur nədir? Məsələn, sən bunu elə, mən səni sevəcəm. Sən filan cür danışmağa başla, mən səni sevəcəm. Sən güləndə filan nüanslara fikir ver. Sən oğlanlarla və yaxud da sən qızlarla münasibətdə filan şeylərə fikir ver. Mən səni sevəcəm. Belə bir dünya yoxdur. Həqiqətən yoxdur. Burada bir insanla münasibətə başlayanda onu dəyişmə ehtimalınızı nəzərə alıb başlayırsınızsa, onda siz yanlış bir münasibətdəsiniz. Elə siz özünüzdə. Bəli. Deməli, keçirik digər bir hissəyə. Mən bunu xüsusilə qeyd etmişəm. Bir insanı görəndə özünü necə hiss edirsən? Yəni, burada düşüncələr, məntiq, hər şey kənardadır. Sadəcə o insanın yanında necə hiss etdiyinə baxmaq istəyirəm. Mənim neçə danışanım olub ki, birinin yanında olanda və onunla münasibətini davam elətdirəndə deyir ki, mənim yanıma gələndə belə bir cümlə qurmuşdu ki, mən özümü elə bil belə yol gedirəm, elə bil əllərimi, bədənimi sıxmışam, elə hiss eləyirəm, təsəvvür eləyin. Əlimi, bədənimi sıxmışam və yaxud da axşam yatanda fikir verirəm ki, çənəmi çox sıxmışam. Qurd problemlərindən danışmıram, münasibətlərdən danışıram. Dostlar, bu anda artıq biz başa düşürük ki, onun sinir sisteminə təhlükəli gələn bir şey var bu adamda və bu adam onun fərqində deyil. Bəlkə şuursuzluğunda onu atası ilə eyniləşdirir və atası ilə münasibəti yaxşı deyil və yaxud da anası ilə eyniləşdirir kişi və ondan uyğun gəlmir. Burada fərqli bir nüans var. Yəni, bir insanın yanında sənin sinir sistemin əgər trigger olursa, yəni şərtlənirsə, səni qıcıqlandırırsa o insan,
Burada sən real səbəb axtarmağa ehtiyac yoxdur. O insan səni narahat edir deməkdir. Və sən bu narahatçılıqla nə edəcəyin artıq sənin qərarındır. Yəni o narahatçılığı keçirmək üçün dayanmadan qabağındakı insana gedirsənsə, deməli burada da bir problem var. Burada da çox maraqlı bir nüans ortaya çıxır. Sağlam münasibətdə nə olmaz? Əgər qarşındakı insan doğru insandırsa, ona sevgini dayanmadan sübut etmək məcburiyyətində hiss eləmirsən özünü. Yox deyəndə həddən artıq çox açıqlama vermək hissi gəlmir sənə. Çünki qarşındakının səni başa düşdüyünü görürsən. Və buradan da keçirik digər hissəyə. Yox deyəndə qabağınızdakı insanın reaksiyasına fikir verin demişəm. Baxın, əgər bir insana yox deyəndə başlayır sizdən küsməyə, inciməyə, manipulyasiya eləməyə. Yorğunam, yox bugün görüşməyək. Necə yəni? Mən dəyərli deyiləm sənin üçün. İşim var bugün. Necə yəni sən məni ikinci plan atırsan? Yəni dayanmadan bir günahlandırma var. Yox deyəndə qabağındakı insan belə sənə gəlir. Daha çox bu cinsəl mövzularda olur. Qadın tərəfdən əgər cinsəl mövzuda qarşıdakı partnyora yox deyilirsə və sağlam olmayan partnyor varsa qabağında, səni günahlandırmağa başlayır. Necə yəni mən səndən başqası ilə olmalıyam? Bunu iddia edirsən? Necə yəni? Yəni mən gedim onda buna razı oldum, mən başqası ilə birlikdə olum. Bir də cümlələr qurur sənə və səni manipulyasiya etməyə çalışır və sən bu manipulyasiyaya gedirsən. Niyə? Deməli, qabağındakı insan sağlam insan deyil. Siz münasibətə də tezə başlamısınız, səni istəyirəm deyir, amma bu istəyirəm sözü hansı mənadadır, artıq hamınıza məlumdur. Problemdir. Təbii ki, sağlam münasibətin içərisində cinsəllik də ola bilər. Amma bunun harda, necə, sənə necə hiss etdirərək yaşanıldığı çox önəmlidir. Həqiqətən çox önəmlidir. Sonra keçirik nəyə? Konflikt zamanı nə edir? Səni dinləyirmi? Yəni sənin bir dərdini, sənin narahat olduğun o mövzunu dinləyirmi? Anlamaq məcburiyyətində deyil, sadəcə dinləyirmi? İkinci, dinlədikdən sonra sənə nə reaksiya verir? Məsələn, bu dəftəri götürüb bura qoymağın mənim üçün problemdir deyəndə sənə bunu kiçildirmi ki, yəni mən sən bu qədər çox istəyirəm, amma sən bir dənə o dəftəri götürüb bura qoymağımı problem eləyirsən. Bu da bir manipulyasiyadır. Digər, sizi alçaldırmı? Əsas nüans. Baxın, mübahisə etdiyiniz anda sizi alçaldırmı, təhqirə keçirmi? Sən kimsən ki, mən falan şey deyəsən? Sən kimsən ki, mənim dostlarıma qarşılasan? Sən kimsən ki, mənim followumda olan qızlara qarşılasan və yaxud da oğlanlara qarşılasan? Sən kimsən ümumiyyətlə? Yəni, sənə bunu deyirsə, siz öz-özə qayıdın, bir sual verin. Həqiqətən, mən bu adamın həyatında, bu qadının həyatında mən kiməm? Olmaq istədiyim yerdəyəm. Mənə davranılmaq istədiyi kimi bu insan mənə davranır. Bəzən hissləri kənara qoyub, nəyə layiq olduğunuza fikir verməlisiniz. Qəşəng cümlədir. Problemi həll edirmi? Əsas məsələ. Hər kəs əsəbləşə bilər. İnsan əsəbləşəndə təbii ki, qabağındakı insana mən səni sevirəm deməyəcək. Oyda necə sən məni əsəbləşdirdin deyib üzündə güllər açmayacaq. Hər insan aqressiyasını yaşayır. Tamam, bu aqressiya bitdikdən sonra sağlam şəkildə bir araya gələ bilirsinizmi? Sağlam şəkildə nəyisə müzakirə edə bilirsinizmi? Sağlam münasibət o demək deyil ki, siz dayanmadan qabağınızdakı insana böyük bir tutqu ilə, böyük bir eşqlə, böyük bir sevgi ilə birlikdə olacaqsınız. Yox. Sağlam münasibətdə insan sıxıla da bilər. Sağlam münasibətdə insan bəzən yorula da bilər, özünə vaxt ayırmaq istəyə bilər. Sən və yaxud da qarşındakı tərəf bunu eləyəndə özünü necə hiss edirsən? Ancaq öz dəyərindən şübhəyə düşürsənsə, deməli sənin özünlə bağlı problemin var, qabağındakı insanla bağlı yox. Bir insan səni axtaranda özünü dəyərli, axtarmayanda isə dəyərsiz hiss edirsənsə, bu sənlə bağlı problemdir. Bəli, əziz insan, sənlə bağlıdır. Sənin dəyərsizlik duyğularından bağlıdır. Bir çox insan eşq və yaxud da sevgili maskası altında nə edir? Qabağındakı insana bütün yetərsizlik duyğularını yansıdır. Məsələn, özünü gözəl hiss eləmir deyə başlayır onun ətrafında olan qadınları ancaq analiz eləməyə. Özünü güclü bir kişi kimi hesab eləmir deyə ancaq ətrafındakı kişilərlə maraqlanmağa. Yəni, burada bəzən biz yetərsizlik duyğumuzu, sevgi ilə bağlı yetərsizlik ola bilər. Özümüzü sevmirik və qabağımızdakı insanda ancaq bizi sevmədiyini sübut edən faktlar axtarmağa çalışırıq. Bu da problemdir. X. Daha sonra, digər insanlarla münasibətini analiz edin yazmışam. Dostlar, bir insan başqaları ilə necədirsə, sizlə də elə olacaq. Bu yazılmamış bir qanundur.
Yəni bir insan əgər ofisiantla dava eləyəndə onu alçaldırsa, bu gün səni əldə etməyib deyə səni alçaltmır. Sabah birisi gün sənin üzərində üstünlüyü qurduğu anda sən də alçalacaq. Problemlərə necə yanaşır həyatda? Problemləri necə tanıyır? Problemləri necə həll eləyir? Problemdən qaçırsa əgər, məsələn, bir insan işdə müşahidə edirsiniz, problem olan kimi qaçır. Ailəsində müşahidə edirsiniz, nəsə olan kimi qaçır. Salam. Həmən insan qaçınan insandır və səndən problemi olanda da o problemi həll etməyəcək. Sabah bir gün siz evlənsəz və probleminiz olsa, o insan evə gəlməyəcək. Yəni sağlam olmayan insanı belə tanıya bilərsiniz. Hər insan nədənsə uzaqlaşa bilər. Mən də uzaqlaşıram. Bəzən yoruluram, işdə də oturanda yoruluram. Gedirəm başqa bir yerdə otururam və yaxud da bir çətinliyim olanda bir insandan bəzən danışmamağı seçirəm. Amma bu danışmamağı seçməyim daimi deyil və yaxud da bir insanı cəzalandırmağım deyil. Bir insanı təkliyi ilə baş-başa buraxım və onu təkliyini öyrəşdirim, mənim yoxluğumda nə isə başa düşsün. Bu deyil. Sadəcə aqressiya bəzən insanda susqunluğa səbəb olur və yaxud da kədər və yaxud da hüzün. Ola bilər ki, qabağınızdakı insan sizi qırıb, incidib. Onda uzaqlaşmağınız və yaxud da siz onu qırıb incitmişsiniz. Onda uzaqlaşmağınız normaldır, amma sonra necə olursunuz? Ghosting, yoxa çıxırsınız, neyinirsiniz? Bu maraqlı sualdır. Qabağındakı insan heç bir səbəb olmadan yoxa çıxırsa, səni yoxluğu ilə cəzalandırır. Mən münasibətlərdə çox işləmişəm, cütlük seanslarında. Gəlirlər, mənə belə bir söz deyirlər. Birdən-birə yoxa çıxdı, mənə xəyanət elədi, yoxa çıxdı. Qadın qalır, axtara-axtara. Necə yəni? Mənə necə xəyanət edir? Adam yoxdur. Qadın bir yerdən sonra başlayır öz dəyərini sorğulamağa. Görürsən, mən neynədim ki, o mənə xəyanət elədi? Görürsən, məndə nə eksik idi? Görürsən, məndə nə çatmırdı? Vəsiyo burada başlayır artıq. Nə? İnsanın özünü günahlandırma və dəyərsizlik duyğuları. Daha sonra qəşəng bir qeydimiz var. Burada qeyd eləmişəm. Söz yox, davranışa baxmaq lazımdır. Yəni bir insan sözdə sizə çox gözəl, güllü, gülistanlıq, pəmbə panjurlu evlər vəd edə bilər. Və yaxud da bir qadın evlənəcəm, sənə o qədər yemək hazırlayacam. Evlənəcəm, sənə dostlarınla görüşməyə mane olmayacam. Və yaxud da kişi, evlənəcəm, səni gəzdirəcəm, evlənəcəm, sənə istədiyin qədər pul verəcəm, evlənək, nə bilim, sənə heç vaxt xəyanət etməyəcəm. Əslində bu saydıqlarının hamısı həyata dairdir. Sevən insanlarda da xəyanət olur, sevməyən insanlarda da. Bu da gələn videomuzun mövzusu olsun. Burada maraqlı bir mövzu var. Həmən insan sözü ilə də yanaşır, davranışını da aparırmı? Məsələn, mən sən yanındayam deyir. Bir problemin olanda, yəni ağlına gələcək insandır ki, ona zəh vurasan. Yəni o əminliyin varmı ki, mən problemim olanda bu insanı yığa bilərəm. Bu insan özü mənə çatmasa da kiməsə məni tapşıra bilər. Kimsə gəlib mənim yanımda onun vasitəsilə bu problemi həll edə bilər. Yoxsa problemin olanda sadəcə olaraq telefona baxırsan, görsən indi nə deyəcək? Və yaxud da bir problemin olanda kimlənsə bir problem yaşamısan. Məsələn, qadınsan, bir kişi ilə problem yaşamısan. Kişi sənə söz atıb və yaxud da səni narahat edib. Ona zəh vurub demək istəyirsən, amma orada günahlandırılmaqdan qorxursan. Sən necə baxmışdın, sən necə oturub durmuşdun ki, sən bunu elədi? Və yaxud da bir kişi, məsələn, bir kişi ilə problem yaşayıb, məsələn deyirəm, ona pul mövzusunda kimsə kərək gəlib. Qadını yığıb deyəndə, sən necə kişisən, sən necə yəni gedib haqqını tələb eləmirsən? Belə cümlələr varsa artıq siz burada narahat olmalısınız. Yəni söz yox, davranışa baxmaq lazımdır. Mən səni sevirəm deyib, sevmədiyini nə qədər göstərən adamlar da var. Mən səni sevirəm sözünü az dilə gətirib, sevdiyini sübut eləmək üçün, yanında olduğunu sübut eləmək üçün əlindən gələni eləyə bilən insanlar da var. Və son olaraq burada belə bir misal çəkmək istəyirəm. Deməli, biri gəlir bir rəssamın yanına və rəssamın 1000 manatlıq bir əsəri var. 1000 manatlıq. Birinin milyonlara olur, deyir, mən bu əsəri istəyirəm, 1000 manat verəcəm. Birinin də cibində maksimum 100 manat pulu olur. Və gəlir o rəssamın yanına, deyir, mən də almaq istəyirəm. Rəssam hər ikisinin nəyə qadir olduğunu və cibində nələrin olduğunu yaxşı bilir. Və 100 manata verir o əsəri və dostları gəlir, deyir ki, sən başın qaçırıb. Necə yəni 1000 manat verirdi bu əsərə? Deyir ki, xeyr, onun olanı buydu. Yəni, o əlindəkinin hər şeyini mənim əsərimə verəcək qədər çox istəyirdi. Burada bunu iki tərəfli başa düşmək olar. Yəni, bir insanın əlində olan qədərini sizə verirsə, burada artıq sual verməlisiniz. Görürsən, mən daha çoxunu
bu kapasitesi olan insandan istəyirəm, yoxsa kapasitesi maksimum bu qədər olan insandan istəyirəm? Bunu da bir sorğulamalısınız. Və əlində hər şeyi olduğu halda, bütün günü boş vaxtı olduğu halda sizə 10-15 dəqiqə vaxt ayıran insanla bütün günü məşğul olub gün sonunda sizi yığan 10-15 dəqiqə bir insan arasında da fərq var. Bu fərqi də tutmalısınız. Baxın belə. Bu saydıqlarımdan neçəsi sizdə var, sizin münasibətdə var və bu münasibəti davam elətdirmək üçün bu videodan sonra nələri düşünəcəksiniz? Mənimlə rəylərdə paylaşa bilərsiniz. Dostlar, ümid edirəm ki, gələn videomuzda bütün bunları nəzərə alaraq, bütün bunları düşünərək, insani münasibətlərinizi, istər partnyor olsun, istər dost olsun, istər ailə münasibəti olsun, bu aspektdən analiz etməyinizi istəyirəm. Mən psixoloq Ofeliya Əliyeva. Kanalımda sizlərlə faydalı, gündəlik həyatdan və sizin üçün özünüzü bir səviyyədən daha yaxşı bir səviyyəyə psixoloji sağlamlıq mənasında çatdıracaq videolar paylaşıram. Və istər öz biznesimin sahibi, istər ətrafımda olan insanlar, istərsə də öz şəxsi təcrübələrimdə bu kanalda sizlərlə paylaşıram. Maraqlı olan mövzular sizə varsa, mənimlə yenə də bölüşə bilərsiniz. Sizi dinləməyə hazıram. Özünüzə yaxşı baxın. Gələn videoda daha fərqindəlikli bir versiyanızla görüşmək üzərə.